İki sualım var bu qara. İkisine də hə ya yox cavab verə bilərsin. Versin daha məqsədə uyğun olar. Səncə bu il Qarabağ Çempionlar Liqasının qrupuna çıxa bilər ya yox? Səncə? Hə demək transferdən çox şey asdı. Transferdən asdı. Çox gözəl. Sənin baş məşqçi olduğun Şəmkir nə vaxt Çempionlar Liqasının qrupuna çıxacaq? Bilirsiniz ki 2001-2002-ci il Şəmkir oynayıb Çempion Liqasının. Onu bilirəm. İnşallah ki İndi Gürcüstanda at oynadan Xviçanın atası ilə bir yerdə. Bilirsiniz də, hə Badr orada Şəmkirdə böyüyüb. Bəli. Şəmkirdə doğulub elə Belə finaldan sonra söhbət eləyirdik. Yəni doğrudan da Şəmkir, mən 7 aydır Şəmkirdəyəm. Yəni doğrudan Şəmkirin azarkeşləri olsun, yəni Şəmkirin cəmaəti olsun, futbol üçün yanırlar. Yəni Şəmkirdə çünki həmişə futbol olub. Əlbəttə. Həmişə futbol olub. Yəni bir dənə mən yenə deyirəm ki, Şəmkirlər qardaş, mən deyirəm onlar yaxşı mənada ayağa qalxa, Şəmkir Niyə qalxmırlar ayağa? vallahi bilmirəm onu. Yəni Şəmkir hal-hazırda Premyer Liqada oynayır. Vüqarın sözü iş adamlarına deyir. Hə, bəli də, yəni İş adamlarındansa əziz Şəmkir iş adamları. Yəni Şəmkirdə də Vüqarın sözünə qüvvət, iş adamları var ki, ürəkləri futbolla döyünür. Vüqarın ələklərin sözünə qüvvət. Vüqar bayaqdan səsini çıxartmır. Vüqar da dedi. Yəni futbola marağı artırmaq üçün, bölgələrdəki futbolu inkişaf elətdirmək üçün bax bu cür adamlara, iş adamlarına ehtiyacımız var. Dəstək olaq, bir-birimizə dəstək olmaqla, birlik nümayiş etdirərək futbolumuzla dirçəldə bilərik. Elə sözünə qüvvət. Mən orada çox şey demişəm ki, qardaş, stadionu düzəldin, bərbaddır. Bir dənə ehtiyat stadionu var oranın. Oranı düzəldin, meydançanı düzəldin. Ay sol, bazı əl gəzdir, kosmetika işi. Bəli. Ancaq çünki Futbol çempionatı lazımdır. Razdivakası olsun. Razdivakada məşqindən sonra girib çimə bilir. Birinci növbədə qardaş meydançası olmalıdır ki, hansı ki sən çıxıb orada taktiki məşq edəcəksən. Sən məşqini meydançada futbolçuya başa salanda biri var futbolçu belə kələ götürüb oynayır. Şəmkir neçənci liqada oynayır? İkinci liqada. Mən gedəndə 9-da götürmüşdüm. 9-da. 5-də 4-də də qalxdım. Yəni az bir müddətlə. Yox, fakto. İkinci liqada 5-ci yer. 5-də qurtardıq, hə, buyur. Üst-üstə dəfələrlə çempion olan Şəmkir hal-hazırda ikinci liqada 5-ci yerdə bitirir. Vallahi mənə bu çatmır. Yəni deyim ki, biz İtaliyada yaşayırıq, İspaniyada yaşayırıq. 700 mindən komandamız var. Yəni onlar da var, yoxdur. Bugün var komanda, sabah yoxdur. Yəni Azərbaycandır. 10 dənə, 15 dənə normal komandamız ola-ola komandaları belə xərcləyirik.